Buradadır vites. Geldi. Bu səhnə təkcə fiziki rahatlama deyil. Bu rejissorun kinoya olan münasibətidir. O estetikaya yox, ehtiyaca oynayır. Kompozisiyaya yox, partlayışa üstünlük verir. Heç olmasa bir dənə A hərfi dinlə. Bu səhnədən anlamaq olur ki, film bizi düşünməyə yox, boşalmağa çağırır. Biz artıq klassik kino dili ilə yox, mədə-bağırsaq poetikası ilə danışırıq. Siz bu qazlarla filmi hərəkətə gətirmək istəyirsiniz? Çox maraqlıdır. Bunlar dramatik kino çəksə nə edir? Brat, biz qardaşıq da bilirsən. Nəsə olub? Nəsə olubsa içində saxla... Mənim yuxularımın saçmalıq səviyyəsi belə bu filmin ssenarisinə çata bilməz. Mən indi sizə hekayəni danışacağım, siz başa düşəcəksiniz. Ya da yox, başa düşməyəcəksiniz. Nəysə, başlayaq. Bu bizim baş qəhrəmandır. Hal-hazırda izlədiyiniz səhnələr baş qəhrəmanın yuxusudur. Bircə başa düşmədiyim, niyə bu adam yuxuda özünü arıq təsəvvür edir? Nəysə, bu adam yuxudan oyanandan sonra başa düşürük ki, Qaqaş bək kung-fu həvəskardır və Bruce Lee-nin fanatıdır. İş elə gətirir ki, adam Bruce Lee kimi qışqırır və baba komaya düşür. Kişinin pis vaxtlarında yanında döyürdünüz. İndi yaxşı vaxtlarında babam lazımdır sizə. Sonra kişinin kitabını incələyəndə Bruce Lee-nin ruhu gəlir. Amma bu Bruce Lee-ni ondan başqa heç kim görmür. İndi deyəcəksiniz ki, adamın psixoloji problemləri var. Bəli, var. Amma bunun Bruce Lee-yə heç bir əlaqəsi yoxdur. Sən demə Bruce Lee real imiş. Adamın zərbələri başqalarına xəsarət yetirir. Filmdəki Bruce Lee özdə böyük-kiçik heç kimi saymır. Qabağına kim çıxır vurub dağıdır. Nə zor deyə məni heç kim görməsin, mən də qabağıma çıxanı qapazlayım. Bruce Lee belə adam idi. Bunlardan əlavə filmdə belə oliqarx personaj var. Personajın ətrafında daima qəribə insanlar fırlanır. İndi sən nuşeli. Levelya Elda, Levantan, Enti, bon appetit, monsieur. Nə vaxta qədər mənə bunlar qulluq eləyəcək? Olmaz ki, dilimizi bilən biri qulluq eləsin. Ananın dərdi oğlunu evləndirməkdir. Mən haçansa söz vermişəm ki, evlənəcəm. Bizdə heç bu sualı anaya vermək olar. Mən haçansa söz vermişəm ki, evlənəcəm. Nəysə, oliqarx söz verir ki, evlənəcək. İş elə gətirir ki, bu adamın xalası qızı bizim oliqarxın xoşuna gəlir. Bu səbəbdən onlar gedir qızı istəməyə. Qız da sən demə bizim dəlinin sevgilisi imiş. Ələskər dayı sənsən. Ələskər dayı sizə tez-tez belə şeylər eləyir. Bilmək istərdim, nə yaşırsınız siz orada? Ya da yox, bilmək istəməzdim. Qaqaş qızın yanında bıçaq atıb xoruzu öldürür. 2 saniyə sonra isə qız heç nə olmamış kimi həyatına davam edir. Elə buradan bizə aydın olur ki, bu ikisi də eyni ağıldadır. Çaquş. Yox bir bakuş. Normal qız çoxdan rədd eləmişdi bu dəlini. Sonra fikir verdim ki, filmdə ümumiyyətlə bir çox adamın IQ səviyyəsi çox aşağıdır. Məsələn, bu yekəpər kişini görürsüz, Bruce Lee bunu döyür. Bu baş verəndən sonra bunlar nədənsə meşədə gizlənir. Və məsələsi sən olmasaydın, Necim mənim dərimə saman təpərdi. Şakuşu meşədə eşşəklə danışan yerdə tapırlar. Çəkirsən? Telefon kamerası var idi. Teknologiya. Eşşəklə danışan adamı görən kənd cəmaatı sizcə nə düşünür? Bu eşşək sehirlidir, danışa bilir. Və məsələsi sən olmasaydın, Necim mənim dərimə saman təpərdi. Nədir adam belə bir cümlə işlədib. Ona görə də ağsaqqal gedir o eşşəyi dəlidən 5000 manata alır. 5000. İndi kim burada ağıllıdır, kim dəlidir, özünüz qərar verin. Экстрасенсы. Во все времена эти необычные люди привлекали внимание служителей закона. Eşşəyin yanına 2 nəfər qoyur və tapşırıq verir ki, onu danışdırsınlar. Danış da. Belə ceyranın yanında danışmaz da. Yaradıcıların gözündə kənd əhalisinin IQ-su niyə bu səviyyədədir bilmirəm. Bircə onu bilirəm ki, filmdə yeganə adekvat adam varsa, o da qızın atasıdır. Ata qızı dəliyə vermək istəmir. Kişinin qohumu yığıb deyir ki, oliqarx müəllim gəlir qızığı istəməyə. Qız üsyan eləməyə başlayır, ata da onu otağa bağlayır. Nəhayət oliqarx qızgilə gəlir. Ünvana çatan kimi Şakuş bunlara hücum edir. Ata başa düşür ki, dəli bunlardan əl çəkən deyil. Ona görə də qızı qaçırtmağa təklif edir. Bunlar da qaçırdırlar. Deməli, hekayəyə baxsan. Baş qəhrəman gəlir bu qızı xilas etməyə. Bruce Lee 1-2 nəfərlə vuruşandan sonra yaradıcılar Ölüm Oyunu filminə 1-2 göndərmə edir. Etiraf eləmək lazımdır ki, çox qəşəng oxşadıblar. Qəhrəman qızı xilas eləyir və qıza çatanda nə məlum olsa yaxşıdır. Sən demə bu qız həmən qız deyilmiş. Şakir. Sən demə bu, o biri qızın əkiz bacısıymış. Mənim əkiz bacım Aygüldür. Prosta ki, uşaqlıqda xalam saxlayıb dədə. Bəs atanın xəbəri var bu qızdan? Gözümün ağı qarası bircə dənə qızım var. Elə çıxır ki, atanın bu biri qızdan xəbəri yoxdur. Mütləq bu adam kənddən şəhərə getməli idi, hamını döyməli idi ki, sonda siz telefonla deyəsiniz ki,
mən o deyiləm. Yaxşı, belə bir şey eləmisiniz. Bəs oğlana niyə xəbər verməmisiniz? Axırda bu imkanlı qaqaş bu qızla, bizim fake Shaolin isə istədiyi ilə evlənir. Təsəvvür edirsiniz, bu ssenarini ciddi oturub yazıblar. Kimlənsə bölüşüblər, bu ssenarini bəyəniblər, maliyyələşdiriblər, hamını yığıblar, başlayıblar, çəkiblər, kinoteatra veriblər. Üstəlik bu azmış kimi hələ 8 il sonra YouTube-a da yükləyiblər. Mən absurd komediyanı sevirəm, amma bizimkilərin absurd komediya anlayışı yalnız şit zarafatlardan ibarətdir. Yaxşı ki, mən bu filmə internetdən baxırdım. Yəni mən bu filmə kinoteatrda baxsaydım, yəqin ki, çoxdan zalı tərk etmişdim. Filmdə maraqlı olan döyüş səhnələrdir, bir də orijinal filmə olan göndərmələr. Filmin qalan hissəsi isə bugünlük bu qədər. Film haqqında deyəcək başqa sözüm yoxdur. Növbəti filmdə görüşərik.